Diqqət, danışır Bakı. ...1926-cı il noyabrın 6-sından Azərbaycan radiosu bu sözlərlə öz dinləyicilərinin görüşünə gəldi. O, 20-ci yüzilliyin övladı idi və yarandığı gündən bu keşməkeşli zamanın tərcümanına çevrildi. Həmən gündən böyük bir tarixi vaxt ötüb. Bu tarixin bütün təlatümləri Azərbaycan radiosunun efirindən keçib gedib həm də. Vaxta meydan oxuyan görkəmli şəxsiyyətlərin fikirləri, xeyirlə şərin mübarizəsində öz seçimini eləyən məşhur ziyalıların mövqeyi, dövrün düşüncəsi, acısı və şirini Azərbaycan radiosunun dalğalarında öz əksini tapıb. Danışır Bakı. Radiomuz bu kəlmələrlə açılan səhərlərimizə xoş ovqat gətirir. Harda olursunuzsa olun, yolda, maşında, səfərdə bizə yoldaşlıq eləyir. Minlərlə, milyonlarla insanın ürəyinin istisini bir-birinə çatdırır Azərbaycan radiosu. Soyuğuna da məlhəm olur. Əgər Azərbaycan radiosunun tarixinə diqqətlə baxsaq, onu sadəcə olaraq bir informasiya mənbəyi kimi yox, həm də mədəniyyətimizi yeni mərhələyə çıxaran bir amil kimi görərik. Ünlü yazıcı və şairlərimizin, rəssam və bəstəkarlarımızın ən şah əsərlərini yeni tərtibat, yeni mizanda Azərbaycan dinləyicilərinə təqdim eləyən məhz Azərbaycan radiosu olub. Bir çox tanınmış dövlət və elm xadimlərinin, mədəni dünyamızın korifeylərinin lent yazıları bugün də Milli Radiomuzun qızıl fondunda qorunub saxlanır. Bu, yüzlərlə, minlərlə radio əməkdaşlarının fədakarlığı sayəsində gələcəyə ötürülən qızıl yaddaşdır. Gəlin, o təbərrik səslərdən birini bərabər dinləyək. Ötən əsrdə Azərbaycan radiosu efirində uzun illər Savalan Baba kimi yadda qalan və tanınan unudulmaz aktyorumuz Sadıq Hüseynovun səsini dinləyək. Mənə elə gəlir ki, radio mənim taleyimdə ifadəsinə aid danışmağa, fikir söyləməyə söz tapa bilmərəm. Bunun üçün lap obyektiv olaraq, kənardan özümə baxmaq, radionun mənə bəxş elədiyi imkanları da seyr eləmək mənə çətin gəlir. Radio, efir həmişə mənim üçün sənət inkişafımda böyük bir ehtiyat mənbəyi olub. Həyatımı heç cür radiosuz təsəvvür edə bilməmişim. İnstitut illərindən başlamış bugünə kimi aramızda heç bir fasilə olmamışdır. Əgər radio arxivlərini qaldırıb dalğalarda özümü axtarsam, böyük bir sənət yolu nəzərə çarpar. Radio mənə sərbəstlik verib, diksiya, səliqəli danışmağı öyrədib, səhnə üçündə mənə geniş imkanlar açıb. 50-ci illərdən bəri radioda ifa etdiyim rolları sadalamaqla qutaran deyil. Onların bir çoxu qızıl fonda daxil olub, indi də səslənməkdədir. Həm o vaxt Füzuli yubileyində böyük şairin bir çox qəzəllərini oxumaq, onun Leyli Məcnun poemasında Məcnun oynamaq saadəti mənə nəsib oldu. Hələ gənc idim. Əruz vəzini çətin oxuyurdum. Radio rəhbərləri, rejissorlar mənə Füzuli bilicilərindən məsləhətçilər təyin elədilər. Bu münasibəti, qayğını ömrüm boyu unutmamışam, unuda da bilmərəm. Repertuarımda kimlər olmayıb? Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Səməd Vurğun, Mehdi Hüseyin, Gorki, Astrovski, Tvardovski, Şekspir, Schiller. Bunların əsərlərinin hər birisi mənim üçün böyük bir məktəb olub. Müxtəlif xarakterlər,
keyfiyyətlər, tiplər qalereyası. Radio mənim talimdə, radio mənə nə verib sualına qarşı çox zəngin bir irsi, böyük bir yolu göstərmək lazımdır. Radio bir aktyor kimi məni yüksəldib, xalqın gözündə ucaldıb. Mən radionu talimin ən tutarlı, ən mənalı, ən xoşbaxt bir amili hesab edirəm. Radio mənə daha nə verib? Savalan baba. Bəli, uşaq verilişi biləyəndəki Savalan baba. Bundan artıq saadət mənim heç yuxuma da girməz. Doğma Azərbaycanın, körpələrinin, məktəblilərinin babası olmaq. Nəinki respublikada, ondan çox-çox kənarlarda da dinlənmək, sevilmək, məktublar almaq. Bəzən uşaqlar mənə sual verirlər ki, baba, daha nələr eləmək, yaratmaq istərdin? Mənim hər yerdə, hər zaman bircə cavabım var. Savalan baba mənim yaradıcılığımın zirvəsidir. Radio isə həm yaradıcılığımın, həm həyatımın ən yüksək səadət zirvəsidir. ...1963-cü ilin yaz ayları idi. Mən 3-cü kursda oxuyurdum. Tələbənin böyük arzularla yaşadığı hamıya məlumdur. Mənim də arzularımın həddi hüdudu yox idi. Unudulmaz aktyorumuz Şahmar Ələkbərovun səsini dinləyirsiniz. Qəribə də olsa, artıq 20 ildən çox işlədiyim kino o vaxtlar məni o qədər də narahat etmirdi. Teatr, televiziya, radio məni daha çox cəlb eləyirdi. Radio tamaşalarına böyük məmnuniyyətlə qulaq asır. Onlardan hədsiz zövq alırdım. Əli Zeynalovun, Lütfü Məmmədbəyovun, Ağaddaş Qurbanovun, Həsən Ağa Salayevin səsləri adamı valeh eləyirdi. İndi də radio tamaşalara, aktyorlarımızın tək çıxışlarına böyük məmnuniyyətlə qulaq asıram. Ümumiyyətlə radioya qulaq asmağı mən xoşlayıram. Efirdə eşitdiyim hər hansı bədii əsəri və ya şeiri, poemanı öz mümkünləşdirir, onu öz həllimdə görür, öz aləmimdə canlandırıram. Radioya hər bir dinləyicinin diqqətlə qulaq asmaq, özünə intim şərait yaratmaq imkanı var. Belə şəraitdə məncə dinləyici əsəri daha yaxşı qavrayır, aktyorla daha sıx yaradıcılıq əlaqəsinə girə bilir, bir tamaşaçıya çevrilir. Ətrafdan heç bir maniyə hiss etmədən qavrama qabiliyyəti və fantaziyası daha da güclənir. Bəlkə də bu mənə belə gəlir. Mən belə qulaq asıram, deyə bilmərəm. Ancaq 50-ci illərdə yazılan Məşədi-Ibad, Durna və bir çox radio tamaşalar indiyə kimi mənim gözümün qabağında canlanır. 60-cı illərdə yazılan Hamlet, Ölülər, Dəli İncağı və bir çox başqa radio tamaşaları mən elə bil dəfələrlə görmüşəm. Bəli, səhv etmirəm. Mənə elə gəlir ki, məhz görmüşəm. Çünki səsin təsir edici qüvvəsi ilə hər bir dinləyici bu və ya digər əsəri özlüyündə öz gözünə görünən variantını yaranır. Mübaliğəli də olsa, mən radionu mütaliə kimi insana zövq verən, onun fərdi yaradıcılığını gücləndirən, fantaziyasına qol qanat verən bir sənət növü kimi baxıram. Mənim radioda ilk çıxışım çox uğurlu olub. Respublika radiosu ilə efirdə böyük bir verilişin aparıcısı olmaq, məncə hər hansı profesional aktyor üçün də fəxirdir. O ki, qaldı tələbə olasın. Uzun illər dinləyicilərin sevimlisi olan Ulduz radiostansiyasının ilk verilişini mən oxumuşam. Artıq o zaman məşhur aktris olan Əminə Yusif qızı ilə birgə. Sınaq oxunuşları gedirdi. Bir çox aktyorlarla birgə bu sınaq oxunuşuna məni də dəvət etmişdilər. Nəysə, mənim üstümdə dayanası oldular. Əlbəttə, redaksiya əməkdaşlarının bu işdə təqsiri çox idi. Rejissorun bütün şübhələrini bir dəqiqədə alt üst elədilər və mənim arzularımın həyata keçməsinə yol açdılar. Ancaq məsələ bunda idi ki, mən verilişin mətnini yaxşı oxuyurdum, başlığı isə yox. Hər dəfə jurnalın yazılışında bu başlıq çox əngəl törədirdi. Sağ olsunlar, o zaman kiçik redaktor vəzifəsində çalışan, hal-hazırda komitənin məsul vəzifəli yoldaşları bu qeyri-adi çətin vəziyyətdən məni bir təhər çıxarırdılar. Ancaq mən başlığı yaxşı oxumurdum ki, oxumurdum. O vaxtdan illər ötüb, lakin mənə hər dəfə radioda çıxış eləmək imkanını təklif eləyəndə
Mən bu təklifi çox böyük məmnuniyyətlə qəbul edirəm və bu çıxışlarıma çox ciddi və məsuliyyətli yanaşıram. Beləcə uzun və şərəfli bir ömür yaşamaqdadır Azərbaycan radiosu. Zamanın inkişaf ritmi, elmi-texnoloji nailiyyətlərin həyatımıza sirayət eləməsi radionun da mənzərəsini dəyişdi. Dəyişməz qalansa ali dəyərlərdir. Bir də göz bəbəyi kimi qoruduğumuz səsli sərvətimiz. İndi Azərbaycan radiosunu dünyanın müxtəlif ölkələrində çox asanlıqla dinləyir. Bu uzun yolları gödək eləyib, tez-tez əlaqə saxlayır dünyanın müxtəlif ölkələrində olan həmkarlarımız. Eləcə də soydaşlarımız. Böyük mədəniyyətlər bəşər övladının qarşısına qoyduğu böyük məqsədlərin təcəssümüdür. Maddi və mənəvi abidələrimiz əbədiyyət yolu üzərində nəsillər üçün yol göstərən işarələrə bənzəyir. Bəzən mücərrəd, bəzən sadə, bəzən də qəlbimizi riqqətə gətirən bu işarələr Azərbaycan radiosunun rəngarəng verilişlərində fərqli yozum və mülahizələrlə bugün də qorunub saxlanmaqdadır. Və radio sənətkarların taleyində öz müstəsna rolunu heç zaman itirməyib. Xalq artisti Hamlet Xanızadənin ötən əsrdə bu yöndə dediklərini bərabər dinləyək. Mənim də bir aktyor və dinləyici kimi formalaşmamda, dünya görüşümün artmasında radio əhəmiyyətli rol oynamışdır. Ona görə aktyor kimi deyirəm ki, mən radioda bir diktor kimi yox, məhz aktyor kimi, radio teatrın aktyoru kimi çıxış eləyirəm. Bu isə o deməkdir ki, tamaşaçı, dinləyici mənim yaratdığım obrazı görməsə də, eşitdiyi səs və intonasiyalar vasitəsilə obrazı təsəvvüründə yarada bilir. Beləliklə, sənətin başqa bədii dilində olduğu kimi, dinləyici və aktyor arasında tamaşanın yaranma prosesi gedir. Radio teatrı aktyoru daha səfərbər olmağa, onu işə böyük məsuliyyət hiss etməyə cəlb edir. Səsinin, nəfəsinin müdam yerində olmasına məcbur edir. Radio teatrı aktyordan daxili mədəniyyət, intellekt tələb eləyən bir sənətdir. Və ona görə bayaq mən dinləyici sözündə işlətdim ki, mənim həm aktyor, həm dinləyici kimi formalaşmamda radionun böyük əhəmiyyəti vardır. Çünki dinləyici kimi mən öz radio çıxışlarımı dinlədikcə, mən öz səhvlərimi eşidir, öz düzgün olmayan intonasiyalarımı duyuram və beləliklə bu səhvləri və düz olmayan intonasiyaları gələcək yazılarımda, gələcək radio işimdə təkrar etməməyə çalışıram. Radio teatrına mən çox borcluyam. Bir də ona görə borcluyam ki, bəzən elə olur ki, aktyor səhnədə, teatr səhnəsində arzuladığı rolları oynaya bilmir. Bax, belə də səhnə aktyorunun köməyinə radio teatrı gəlir. Mənim radioda çıxışlarım demək olar ki, teatr səhnəsində çıxışımdan çox sonralar başlayıb. Mən radio teatrında çıxış elədikcə onun əhəmiyyətini duymuşam. Orada çıxış elədikcə mən radionun aktyorun yetişməsində olan rolunu hiss eləmişəm. Təbii ki, müasir verilişlərin hazırlanması yeni texnologiyaların tətbiqini tələb eləyir.
Artıq 4 ildən bəri televiziyamızda aparılan bu yenidən qurma işləri radiomuza da gəlib yetişib və son zamanlar radiomuz kompüterləşməyə və servis xidmətlərinə keçib. Yeni minilliyin və müasir informasiya cəmiyyətinin tələbi olan bu keçid radio proqramlarının keyfiyyətində heç şübhəsiz göz müsbət əksini tapmaqdadır və bunu hamıdan öncə siz duyubsuz, əziz dinləyicilərimiz. Sevil dünyanın ayrılmaz hissəsinə çevirən Azərbaycanın böyük islahatlar proqramında yer alan radiomuzda informasiya etikası və estetikası ilə bugün dinləyici ürəyinə daha da yaxınlaşır. Və sabahlara gedən yollar dünəndən keçir. Bu həqiqəti unutmayan radiomuz efirimizdən heç vədə Qızıl Fondunun səsini, sorağını əskiltmir. Beləliklə, bugün yenə də radiomuzun efirində Respublikanın xalq artisti, 41 yaşlı bulağın beşiği başında ilk laylasını ötən, Məxluqə Sadıqova ilə çiyin-çiyinə bir ərən olaraq dayanan Səməndər Rızayevin həyatında heç şübhəsiz ki, radionun mühüm yeri əvəz edilməz idi. Bu yöndə sənətkarın söylədikləri. Mən bunu dəfələrlə demişəm, yenə də təkrar eləyirəm. Mənim hazırda pis yaxşı aktyor olmağıma əsas səbəbkar radio olub. Lap uşaqlıqdan saatlarla radionun qabağını kəsdirib qulaq asardım. Ən çox sevdiyim verilişlər şübhəsiz ki, ədəbi verilişlər idi. Xüsusən səhnələşdirmələr, radio tamaşaları idi. Rayonda yaşadığımdan tez-tez Bakıya gəlmək mənə müyəssər olmurdu. Ona görə də teatr tamaşalarına çox az baxırdım. Aktyorları, rejissorları, hətta dramaturqları mən radio vasitəsilə tanıyırdım. Radio mənim bir növ ikinci məktəbim idi. Deməli, dərsdən sonra hər dəfə gəlib, birinci növbədə çörək yeməmişdən əvvəl də radionun qabağını kəsdirib, ona qulaq asırdım səhər yuxudan duranda da. Ən çox sevdiyim aktyor Ələsgər Ələkbərov idi. Mən Maksim Gorkinin Arxip Baba və Lyonka hekayəsinin radio səhnələşdirməsinə qulaq asandan sonra nəsə daxili bir təlatüm keçirdim. Bəlkə də o an, o verilişə qulaq astığım an mənim gələcək taleyimi, yəni elə indiki taleyimi həll elədi. Məndə indinin özündə də o radio yazısının köçürməsi var. Mən onu özüm üçün köçürmüşəm. Demək olar, hər gün qulaq asıram. Hər dəfə qulaq asdıqca böyük sənətkarların, Ələsgər Ələkbərovun, Barat Şəkinskayanın səsləri mənə sehirli, əlçatmaz, ünyetməz bir dünyadan xəbər verirlər. Bunlardan başqa radio mənə Azərbaycan dilinin incəliklərini, təmiz, saf bulaq suyu kimi Azərbaycan dilini öyrədib. Mən hazırda bədii qiraətlə də məşğul olan, buna da səbəb radiodur. Çox böyük həvəslə, çox böyük qəlb yanğısı ilə radio verilişlərində iştirak eləyirəm. Bulaq verilişi radioda səslənir. Xoşbəxtəm ki, bu verilişin aparıcılarından biri də mənəm. Radio səhnələşdirmələrində də çox böyük həvəslə iştirak eləyirəm. Demək istəyirəm ki, mən ömrüm boyu, həyatım boyu radioya minnətdaram, radioya borçluyam. Nəsillər dəyişəcək, həyatımıza yeni rənglər qatılacaq. Verişlərin, aparıcıların adları, mövzuların çalarları dəyişəcək. Dəyişməyənsə, hamımıza doğma olan, ürəyimizi isidən bu kəlmələr olacaq. Danışır Bakı.
Və bu ikicə kəlmədən min hekayət doğacaq yenə. Bugün də radio günüdür. İnsanlığın öyündüyü, qeydləməyə layiq olduğu bayramlardan biridir. Hamımızın bayramıdır. Radionu ixtira eləyənlərin də, radio işçilərinin də, radio dinləyicilərinin də. Unudulmaz Həsən Əbloçu dinləyirsiniz. Azərbaycan efirinə, radiomuzun səs xəzinəsinə, öz səsi ilə min bir çalar qatan unudulmaz Həsən Əbloçu. Radio uzağı yaxın eləyib həmişə, doğmalaşdırıb, mehribanlaşdırıb. Gözəl, ürək açan musiqimiz radio vasitəsilə pərvazlanıb. Poeziyamızın ən gözəl tövhələri könül oxşuyub. Radio neçə sənətkarımızın səsini əziz eləyib, məhrəm eləyib xalqa. Ələsgər Ələkbərovun, Fatma Qədrinin, Əli Zeynalovun, Hökmə Qurbanovanın, Barat Şəkinskayanın, Müxlis Cənizadənin, Həsən Ağa Salayevin, Ağaddaş Qurbanovun səsini yaxın, uzaq, üzünü görməzdən əvvəl eşidib. Bu səslərin istisinə qızınıb neçə insan ürəyi. Bu səslər sevməyi öyrədib, ləyaqətlə yaşamağı öyrədib. Bu səslər haqqın, ədalətin səsi olub. Belə də yaddaşlarda yaşayır. İndiyəcən də uşaqlıqda, gənclikdə dinlədiyim radio verilişlər, səhnələşdirmələr yaddaşımdan silinməyib. Bir gəncin manifesti, Gikkor, Cəbhədən Cəbhəyə, Uzaq sahillərdə, Ulduz, xoruz verilişləri. Sənət aləminə gəlməyimə də deyəsən elə radio səbəb olub. Dediyim verilişləri dinləyə, aktyorları eşidə, poeziya nümunələrinə qulaq asa bu yolun yolçusuna çevrilmişəm. İlk rolum uşaq verilişində olub. Aktyor Lütfü Məmmədbəyov bir nağıl tamaşada zalım padişahın rolunu tapşırmışdı mənə. O necə dedi, göstərdi, mən də o cür oxudum. Ondan sonra elə istəyirdim bir də məni radioya çağırsınlar. Bir də yolum radioya institut bitirəndən sonra düşdü. Uzun müddət mikrofonla dil tapa bilmirdim. Neçə dəfə aparıcı kimi sınamaq istədilər. Alınmadı. Səsim düşmürdü. Mənə belə deyirdilər. Pərt olsam da inat göstərirdim. Səsi düşənlərə qulaq asırdım. Aydın Qaradağlıya, Fatma Cabbarovaya, Ramiz Mustafayeva, Lütfü Məmmədbəyova, Əminə Yusif qızına qulaq asır, irili xırdalı özümə də nə rol verirdilərsə həvəslə oxuyurdum, həm də çalışırdım, etimadı doğruldum. Bir də istəyirdim, bu səslər içində mənim də səsim olsun. Nə izlədim, sonralar mənə böyük rollar, məhsul verilişlərinin ifasını tapşıranda içimdə bir boy atırdım, sevinirdim. Bu yolla da mən bir aktyor kimi, daha doğrusu səsim dinləyicilərə məhrəm oldu. Bəzən üzdən məni tanımayanlar səsimə çevrilir, sonra siz Həsən Əbloç deyilsiniz deyə soruşurdular. Birinci tərif səsimdən gedir, onu da mənə radio qazandırıb. Sonra daha da yaxın oldum radio ilə. Rejissorluğa da elə buradan başladım. Firuzə Tələbə teatrını yaratdım. Xoşdur ki, bu günəcən də fəaliyyət göstərir. Radio ilə yazılarım, tərcümələrim, səhnələşmələrim, pyeslərim, quruluşlarım səslənib, haqqımda dönə-dönə veriliş hazırlanıb. Əlbəttə, bütün bunları öyünmək üçün demirəm. Demək istəyirəm, bu qarşılıqlı məhəbbətdir. Məhəbbətimlə, sədaqətimlə, mətanətimlə, məlahətimlə səsim qalacaq, sözüm qalacaq, ürəklərdə izim qalacaq. Elin dinində, şanlı günlərdə, xatirələrdə, mavi rüyada, bayatılarda səsim qalacaq, könüllərdə izim qalacaq. Şirin avazım, sözlərim yazım, nəğməli sazım, şivəli nazım, göydə həm yerdə, düyünlü sirdə, bu əllərdə izim qalacaq.
qalacaq. Şirin avazım, sözlərim yazım, nəğməli sazım, ay şivəli nazım. Göydə həm yerdə, düyünlü sirdə, bu ellərdə izim qalacaq. Mən sənətkaram, ləli atmaram, parlayıram dürdü dünyada. Lap uzaqlarda, göy səmalarda, bu dünyada izim qalacaq. Bu dünyada izim qalacaq. Diqqət, danışır Bakı. Bu çağırış hər birinizi hələ uzun illər xeyrə, xoş xəbərə səsləsin əziz dinləyicilər. Bu arzu ilə verişi sizlərə təqdim etdi. Rejissor Leyla Qarayeva, səs operatoru Nəzifə Səfərova və müəllif Şəfəq Sultan Əlixanlı. 100 yaşavarıq sizlə bərabər Azərbaycan Radiosunda. Etibarlıyam, kökə bağlıyam, çox vüqarlıyam, xoş avazlıyam. Hər bir misrada sözüm qalacaq, ürəklərdə izim qalacaq. Şəffaf bulaqda, nəmli yanaqda, doğma torpaqda izim qalacaq. Təbriz, Zəncanda, Azərbaycanda, bu dünyada sözüm qalacaq. Şirin avazım, sözlərim yazım, nəğməli sazım, ay şivəli nazım. Göydə həm yerdə, düyünlü sirdə, bu ellərdə izim qalacaq. Şirin avazım, sözlərim yazım, nəğməli sazım, ay şivəli nazım. Göydə həm yerdə, düyünlü sirdə, bu ellərdə izim qalacaq. Mən sənətkarayam, ləli atmaram, parlayıram dürlü dünyada. Lap uzaqlarda, göy səmalarda, bu dünyada izim qalacaq. Bu dünyada izim qalacaq.